Əziz izləyicilər, Zəngəzur TV-də xəbər vaxtıdır. Son dəqiqə xəbərlərini sizə mən, Nilufər Məcnunlu çatdıracaq. Azərbaycan mini futbol millisi Bakıda keçirilən dünya çempionatında qalib gəlib. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv finalda Macarıstan seçməsi ilə qarşılaşıb. Milli gimnastika arenasına baş tutan maçda yığmamız 4-2 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov, Ləvan Kərimov fərqləniblər. Qeyd edək ki, daha əvvəl keçirilən 3-cü yer uğrunda maçda Serbiya Montenegronu 3-0 məğlub edib. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir. İlham Əliyev 30-cu Caspian Oil and Gas, 13-cü Caspian Power və 13-cü Baku Enerji Forumunun rəsmi açılış forumunda səsləndirib bu fikirləri. Dövlət başçısı həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpa olunan enerji hesabına təmin edəcəyik. Rusiya bombardmançı itklərini bərpa edə bilməyəcək. Ukrayna hərbi eksperti Aleksandr Kovalenko bildirib ki, Rusiya zədələnmiş və ya məhv edilmiş Tu-95MC, Tu-22MC və Tu-160 kimi strateji bombardmançıları bərpa edə bilməz. Qeyd edək ki, Ukrayna ordusu Rusiyanın 5 aerodromuna pualarla hücum edərək 40-dan çox təyyarəni sıradan çıxarıb. Rusiya və Ukrayna nümayəndə heyəti bugün planlaşdırılan görüş üçün İstanbula səfər edib. Bu barədə Ukrayna Xarici İşlər Naziri məlumat yayıb. Rusiya Ukrayna danışıqlarına Çırağan sarayında yerli vaxtla saat 13:00-la başlaması planlaşdırılır. Danışıqlarda Rusiya nümayəndə heyətinə Putinin köməkçisi Vladimir Medinski, Ukrayna tərəfindən isə Müdafiə naziri Rustem Umerov başçılıq edəcək. Danışıqların birinci raundu mayın 16-sında baş tutub. Görüşün yekunu üzrə tərəflər bir-birinə gələcək mümkün atəşkəslə bağlı vizyonu təqdim etmək barədə razılığa gəliblər. Əziz izləyicilər, buraxılışımız sona çatdı. Gələn görüşlərdə görüşənədək sağ olun, salamat qalın.